Sən gününə qəhvə və ümidlərlə qidalanaraq başlayırsan. Donald da bir zamanlar kartof və depressiya ilə başlayırdı və sonunda dahil oldu. Amma narahat olma, hamısı bu qədər kasıb deyildi. Bu videonu sonuna qədər izləsən, növbəti dəfə dostlarınla restorana gedəndə söhbətlərinin arasına bir dənə də maraqlısını əlavə eləmiş olacaqsan. Başlayaq. Salvador Dali'nin ən sevdiyi yeməklərdən biri şərab və ya qaymaq sosunda hazırlanmış langustar idi. Deyirəm axı, hamısı bu qədər kasıb olmur. Frida Kahlo isə yeməklərdə də ənənələrə sadiq qalır. O, Meksikanın maraqlı yeməklərindən biri hesab olan mole poblanoya üstünlük verirdi. Bu, şokolad sosunda hazırlanmış ədviyyatlı toyuq yeməyidir. Biraz qəribə səslənir, amma kimin üçünsə bizim yeməklərdə qəribə görünə bilər. Pablo Picasso badımcan yeməklərini çox sevirdi. Henri Toulouse-Lautrec isə dəniz ilbizi fanatı idi. Canım Marc Chagall heç də bizdən geri qalmır və ən sevdiyi yemək olaraq borşu seçir. Sulu yeməklərdən də söz düşmüşkən Andy Warhol'un Campbell suzlarını unutmayaq. Adam o sulardan o qədər yemişdi ki, axırda əsərlərinə yerləşdi. Belə, növbəti dəfə bu məlumatlardan istifadə etmək üçün dostlarınla hansı restorana gedəcəksiniz?